Bayırdan bu videonu 1000 dəfə çəkdim. Vallahi sizə deyim, 1000 dəfə çəkdincə şey oldu bu. Neyse, gəlin videomuz başlayaq. Herkese salam. Bugün sizlerle birlikte bir gün vlog videosu çəkirəm. Deməli dostlar, hava acayip yağışlıdır. Və mən də əynim tabii ki də çox qalın giyinəcəm. Belə bir vadalaska, indi kombilər tanıdım. Mən belə isti saxlayıcı vadalaskam var. Şeydir, raket de götürmə yatmaya çıxır, raketimi de götürəcəm. Daha sonrası şalvarım var. Baxın. Haradaysa bütün qız şagirdləri şalvar giyinirlər. Hamısı, yəni də bir dəfə yubka giyinən yoxdur. Neyse, bəziləri var orada ki, çox hamı, yəni şalvarla gəlirlər. Deməli, şalvarın altında kalqotka var. Kalqotkanın nasıl dəmdir? Kalqotkadan sonra corab var. Kalqotkanın altına da corab giymişəm. Ay, siz niyə yıxılarsınız? Yıxılmayın. Bəli. Dərsəsə kurtkamızın papağını da götürmüşük. İndi mən gecikirəm çünki 2-yə 15 dəqiqə işləyibdi. Ayxan da bugün məktəbə getmədi. Niyə getmədi sizdə? Çünki həm xəstədir, həm aparacaq kimsə yox idi. Onlar Şəmskiyinə gedirlər. Şəms də səhər simindir deyə maşınla aparır. Bəli, bir xəstədir deyə, bir kimsə apara bilmədiyi üçün Şəmsi bazı xəstədir. Bir evdə hamı xəstədirlər məndən başqa. Yəni mən nədənsə çox xəstələnəcək birisi deyiləm. Yəni mən ara sıra xəstələnəm, çox xəstələnən birisi deyiləm. Məsələn, Ayxan çox allergiyalı bir uşaqdır. Mənim heç allergiyam yoxdur. Yəni heç nəyə qarşı allergiyam yoxdur. Mən bilmirəm, bəlkə var, amma özüm hiss eləmirəm. Neyse, biraz 2 dəqiqəlik çox danışdıq. İndi mən məktəbə gedəcəm. Suyun altında. Allah'tan bugün 5-ci gün deyil. Çünki 5-ci günlər proq olur və bizdə taksidə qısa yolla gedir. Qısa yolda aparır məktəbin arxasında. Biz də zülm çəkirik, arxadan belə gedirik. Qabaqdan da. Əslində çox uzaq deyil, amma yenə də deyirəm, ben İstanbul'da. Neyse, burada da videomu baxlayıram. Niyə deyə gedirsiniz? Burada da videomu baxlayıram. Məktəbdən gələndə görüşürüz. Bye. Mutlu başlanğıcla başladıq. Mutlu sonra bitməli. Tam göstərmək istəmirəm. Nə bitti? Mən də özüm xəstəyəm. Çox ağladıcı bir şeydir. Maviş. Ne oldu? Maviş öldü. Maviş sen demiştin ki baba biz ona yapışkana yapışmıştı tüküleri. Onu yapışkana yapışmıştı tüküleri. Sonra biz onu verdik şey olmasın da. Yeni şey olmasın. Şəmskələ verdi. Axşam da indi gəldik gördük ki bu belə değildi də. Belə yatıb da. Biz götürdük ki bunun başı niyə belə əyilibdi. Sonra baxdıq biraz istikom tərəfə qoyduq. Ama olmadı. Maviş bugün 8'də qalır. Çok yanına gitmeyi istemiyorum. Gider. 8'de kalır. Mavişim bugün öncüme. Bu sabır. Dostlar, ben geldim yeniden size. Daha dəqiq danışmağa etməliyim. Bir gün akşamdır. Diləkimiz 8 noyabr dünyaya gəldi. 8 dekabr isə dünyaya gözləndi. Deməli, indi köhnə qəfəs idi. O qəfəsimiz mən şort videolarda hər dəqiqə, hər anını şort videolarında paylaşıram. Ora baxmaq olur. Orada deməli köhnə qəfəsdə deməli dəmirlər olsa aralı idi. Onlar da daha da aralayırdılar. Onlar da daha da aralayaraq uçurdular. Səhər limonun
necə deyim, qapıya qapıya ayağı ilişmişdi. Baxın, qapıya ayağı ilişmişdi. Zorla götürdük limanda. Nasıl bilmirdik hardan girdi, hardan çıxdı. Bakın bu mavişti. Hə. Daha doğrusu ondan 5 dəqiqə sonra Maviş. O biraz işte yəni çıxdı dəvirlərdən. O başını qaldır, onu bir dəfə zor qurtardıq. Daha sonra mən o deşikləri bağladım, keşke bağlamazdım. O deşikləri bağladım skotun izolentdən. Onda oralarda skotlar qalır, yəni yapışqan yer qalır. Sonra deməli gəzirdi. Ondan sonra da şey oldu. Gitti vaya, mən də yəni onun tükləri o izolentə yapışmışdı. Zor götürdü yəni onu oradan. Hər yer tükənə. Amma mənim oradan bir dənə anı var. O izolentə yapışmış tükləri qopardım. Onu götürdüm. Koydum bir tane yere ki anı olsun da yaxşı ki koymuşam mən. Çox yaxşı ki koymuşam. Daha sonra ise o yapışdı. Nənəmiz gəlib götürdü onu, biz onu belayına. Ondan sonra biz onu Şəmsə verdik ki onları götürsün, qoysun öz qəfəsinə, axşam hamısı gəlib götürəcəkdilər də. Ben indi geldim çünkü onu artık sağ götürmək üzrəydi. Ben getdim yuxarıdan gətirməyə, limonu koydum ama bir de gördüm ki Maviş belə yatıb. Vayda. Limon ya da bulut da. Ya limon ya da bulut. Bu bala limon yok. Maviş. Yo limon var ya. Baba kapıya erişmişti. Böyük. Limon ne? Limon şeydə biz almışdıq, öldü. Ata. Hə. Adına gəldi. Bir de o da ya limonu idi ya da başka qabıq idi. Bulut da koymuştu. O da elə bax belə tərs yönlü belə yatırdı. Baba bir de dayan bir de dəqiqə var, koy. suda boğulurdu. Bir koy. Neyse. Elə götürdük. Baxdıq biraz şeydi. Masaj elədi, olmadı. Biraz su içirdik, olmadı. Kombiyə tərəf koyduq, olmadı. Nə çabaladıqsa olmadı. Daha sonra isə sakit dur bir dəqiqə. Bax, sakit dur. Bulut var. Ayxan, sakit dur. İndi mən danışıram, sonra danışarsan nə istəyirsən. Sonra da artıq yəni apardım torpaq. Mən burada çox danışmaq istəyirəm. Burada torpağımız bitir. Kameranın motoru sonra açdı. Heç bilmirdim bu kadar şey oldu ama akşam da çox pis bitdi. Ben de ama bulut var. Bu bulut suyun içinde boğulurdu. Bulut yox, limon. Limon suyun içinde boğulurdu, ölmüştü. Torpağa koydu. Neyse, mən o kadar ağladım təxmin edəməzsiniz. Onsuz da ya limon idi ya da bulut idi. Bulut da belə tərs yönlü yatanda o kadar ağlayır bir nəfəs ala bilməyəcək qədər ağlayırdı. Bu dəfə də elə oldu. İstəsələr burada da bırakalım. İki de o ata elendi. Eləmədi, ayxalı yaxşı. Öldü, bir tane ata ölmedi. Neyse. Burada da vlogumuz sonlanır. Mutlu sonlar. Sağ olun. Kanalımız burada. Abone olmayı, like etmeyi unutmayın.